Hamıya salamlar yoldaşlar. Sizə növbəti valyutamızı, növbəti airdropumuzu göstərəcəm. socialvalue.com saytı var. Orada siz point yığaraq necə deyirlər, airdrop qazanma şans qazana bilərsiniz və hal-hazırda bu da ikinci necə deyirlər, paylama dönəmindədir, ikinci airdrop paylama dönəmindədir və birincisi kifayət qədər yaxşı məbləğlər paylayıb. Bunun üçün mənim çox diqqətimi çəkdi. Bunu da sizlərə təqdim etdim. Mən bildiyiniz kimi düşük gəlirli olanlar sizdən təqdim etmirəm. Amma ki, əlbəttə ki, yəni növbəti paylamalarda necə deyirlər, bunda azalma olması normaldır, azala bilər. Amma yenə də biz inanırıq ki, burada qəşəng xallar yığacaq, qəşəng airdroplar qazanacaq. Sizə təqdim edəcəyim link vasitəsilə, baxın burada da yazdım. Enter basırıq və sayt açılsın. Socialvalue özündə də bir platformadır. Siz burada işlərinizi görərkən gündəlik həm borsanı izləyərkən, düşüşlər, qalxışlar, bunların hər birini izləyərkən eyni zamanda gündəlik 5 dəqiqə vaxtınızı ayırmanız kifayətdir ki, sadəcə gündəlik görevlər var, o pointları yığıb çıxmanız kifayət edir. Qeydiyyat dönəmi, qeydiyyat sadəcə gəlirsiniz burada Google-da rahatlıqla qeydiyyatdan keçə bilirsiniz. İndi mən bir dənə videonu saxlayıb qeydiyyatdan keçim, qayıdıram. Bəli, artıq biz qeydiyyatdan keçdik, sadəcə sadə şəkildə. Qeydiyyatda bitirdikdən sonra sizi belə bir ekran qarşılayır. Və 10.000 XP-nizi zaten alırsınız. Burada XP-ləri vaxtı gəldiyində airdrop paylandığında biz çevirəcəyik kriptovalyutaya. Burada görürsünüz, video izləyin və əlavə xal qazanın kimi, məsələn, şeylər var, görevlər var. İndi biz izləməyək, zəhmət ki, izləyin. Baxın, profilimiz açıldı. Artıq bizim 50.000 xalımız var, klikləyək. Burada mütləq çalışın ki, ən azından 1 milyon edin. 2-3 ay ərzində airdrop paylanacaq. Günlük görevlər göstərəcəm, necə bu xalı çoxaltmaq olar. Baxın, 51.000-dir. Bunu 1 milyon, minimum 1 milyon eləyin ki, normal airdrop qazana biləsiniz. Baxın, günlük görevlərdəyəm. Günlük girişlərinizdən belə xallar qazanırsınız. 2.000, 1.000, 2.000, 1.000, 3.000 davamlı hər gün girin. Məsələn, burada link paylaşırlar. Bəyən düyməsinə basırsınız, sizə həmən posta aparır. Sadəcə bəyənib qayıdırsınız. Burada doğrulamaya çıxır, basırsınız. Sonra eyni zamanda TikTokda, Twitter, yəni X platformasında tweet atırsınız, 2000 xal verir. Gündəlik bunlar hər gün gəlir. Yəni ortalama burada 12, 13, 15 min zaten buradan hər gün yığırsınız. Bu da 2-3 ay ərzində toparlayın və baxın, tweet paylaşırsınız, yəni xal qazanırsınız. Buradan xallarınızı toparlaya bilərsiniz. Başlanğıc görevlər var. Bu başlanğıc görevlərin hamısını yerinə yetirin, hamısını. Sadəcə burada bir dənə görev var ki, pulla o, səhvləməmiş, satın alır. Bu görev pulladır, satın almaz. Amma qalan görevlərin hamısı pulsuzdur. Spotify-da takip edirsiniz, 30.000 xal gəlir. YouTube-da video olur, izləyirsiniz, 10.000 xal gəlir. Buna listəsən katıl deyil, katıla basırsınız, 5.000 xal gəlir. Bunun masaüstü proqramı da var, mobil application da var. Həm App Store-dan, həm Play Store-dan yükləyə bilərsiniz. Oradan zaten gündəlik rahat görevləri yerinə yetirə bilərsiniz. Sadəcə linklər Google-dan counter vasitəsilə qeydiyyatdan keçin. Əgər counteriniz yoxdursa, mobil telefondan da Safari və ya Google üzərində qalıb, Opera üzərində qalıb, qeydiyyatı bitirin, daha sonra artıq application yükləyərsiniz. Qeydiyyatı bitirdikdən sonra YouTube kanallarına abunə olursunuz, 30.000 xal verir, Twitter'da takipçisi 30.000 verir və s. belə yığırsınız gündəlik. Gündəlik yığırsınız və müəyyən xala çatdıqdan sonra artıq bunu mən yenə də paylaşacağım. Həmişə kimi bizim kommunikasiya vasitələrimizdə. İndi bu videonu hardan görürsünüzsə, oradan mən sizə bölüşəcəm ki, artıq airdrop linki gəlib və claim edə bilərsiniz, xallarınızı çevirə bilərsiniz. Bu cəhətdən çox yaxşıdır. Dediyim kimi, birinci sezonda çox yaxşı veriblər, ikinci sezonda çalışın maksimum. İndi 2-3 ay ərzində işte bu görevləri eləyərsiniz, biraz xal belə yığarsınız. Daha sonra artıq günlük görevlər eləyərsiniz və s. Rahat 1 milyon keçərsiniz zaten. Bunları bitirdikdən sonra baxın 10.000, 10.000, 10.000, 10.000, yəni heç az xallar deyil, 30.000, bralıq artıq 30.000-lərdir və bunları bitirdikdən sonra zaten 700-800 min civarına gəlirsiniz. Və yerdə qalır günlük görevlər. Günlük görevlər də 10-15 gün eləsəz 1 milyon olursunuz. Əlbəttə ki, 1 milyonda dayanmayın. Nə qədər çox eləsəz, o qədər yaxşıdır. O qədər yaxşı xallar yığarsınız. Mən sizə təqribi belə platformanı da göstəreyim. Sadəcə bizim işimiz artıq burada sadəcə bilirsiniz airdropdur. Bizim burada xallar
airdropları toparlamalıyıq və airdropumuzu almalıyıq. Bizim məqsədimiz bunlardır. Çox gözəl platformadır, həqiqətən yaxşı qazancı var. 2-3 aya çox da çəkməyəcək, 2-3 aya airdrop paylanacaq. Özləri belə açıqladılar ki, 2026-nın ilk günlərində airdrop paylanacaq. İzləmədə qalın, növbəti belə çox gəlirli airdropları da paylaşacağım sizə. Sağ olun, salamat qalın.